26-cı sual. Təqdimatın görünüş rejiminə aid olmayan variantı müəyyən edin. Deməli, sual PowerPoint-dan bağlıdır və görünüş rejimlərini soruşur. Deməli, PowerPoint-da təqdimat faylının hansı görünüş rejimləri var? 5 dənə əsas görünüş rejimi var idi. Normal, hansı ki, susmaya görə bu rejimdə fayl açılırdı. Yəni, ilkin açıldığı rejim normal görünüş rejimi idi. Sonra kiçik auditoriyalarda nümayiş məqsədi ilə Reading View görünüş rejimi istifadə edilirdi. Sonra bir neçə slaydla eyni anda qrup şəklində əməliyyatlar apara bilmək üçün və eyni anda bir neçə slayda baxa bilmək üçün slide sorter görünüş rejimi var idi. Sonra slayda verilən əlavə qeydləri redaktə edə bilmək üçün Note Page görünüş rejimi var idi. Bir də slayd mətnlərini redaktə edə bilmək üçün Outline görünüş rejimi var idi. Deməli, bu 5 dənə görünüş rejimi təqdimatın əsas görünüş rejimləridir. Bəs bu saydıqlarım arasında hansı görünüş rejimi yoxdur? Custom Slide görünüş rejimi yoxdur. Bəs bu ifadə sizə hardan tanış gəlir? Custom Slide Show ifadəsindən tanış gəlir. Custom Slide Show anlayışı var idi. Bu Custom Slide Show nə idi? Deməli, seçilmiş slaydları nümayiş etdirmək üçün istifadə edilən bir rejim idi. Yəni, bu görünüş rejimi deyil, sadəcə seçilmiş slaydları nümayiş elətdirir. Yəni, görünüş rejimlərinə daxil deyil. Ona görə bizim səhv cavabımız nə olacaq? Deməli, B bəndi olacaq, aid olmayan. Gəldik 27-yə. 27-ni rahatlıqla yazın ki, hə, Paint-dir, elə adına uyğun PNG-dir. PNG yazmamızın səbəbi bizdən sualın şərtində susmaya görə ad genişlənməsini soruşmasıdır. Burada susmaya görə yox desəydi, məsələn, ümumi olaraq Paint qrafik redaktorunda faylların ad genişlənməsi burada BMP də ola bilərdi. Yəni, PNG də, BMP də Paint genişlənməsidir. Sadəcə default halda, ilkin halda istifadə edilən genişlənmə nə olur? PNG olur. Keçək 28-ci sual. Həm proqram təminatında, həm də algoritm təminatında öyrəndiyimiz bir anlayışdır. Biz proqram yaradarkən birinci proqramlaşdırma dilində ilkin proqram yaradırdıq. Daha sonra bunun kompüterdə icra edilə bilməsi üçün bunu maşın dilinə çevirirdik. Həmin bu çevirici proqramlara nə deyilir? Translatorlar. Elə translator sözündən rahatlıqla tutmaq olur. Translator yaxşı deyə bilərsinizmi? Hansı növlər vardı? Hansı qruplara bölünürdü? Hə, uşaqlar. Kompilyatorla deyəsən Topdan toplu çevirən, bir də tək-tək çevirən. Deməli, düz dediniz, interpretator, bir də kompilyator. Yəni, bunlar da təkcə ayrılıqda cavabda verilə bilərdi. Bunları da götürə bilərdiniz. Yəni, translator yox, elə birbaşa interpretator, ya da birbaşa kompilyator da yaza bilərdi. Yəni, bu da düzdür. interpretator tək-tək idi müəllimə, tək-tək çevirəni. Kompilyator isə bütövlükdə idi. İlkin mərhələdə interpretatordan istifadə edilir və orada olan sintaktik səhvlər aradan qaldırılır. Sonra da yekunda kompilyator vasitəsilə bütöv çevrilir. Gəldik 29-cu suala. Uşaqlar, 29-cu sualda fikir versəniz, məsələn, ədədlər 2-nin qüvvətidir, amma təkrarlanma var. Məsələn, 1, 1. Əgər, məsələn, biz ayrı-ayrıqda 2-nin qüvvətlərini cəmi şəklində yazsaq, nəsə əldə eləməyəcəyik. Çünki bu ikiliyə çevirəndə elə yazmalıyıq ki, 2-nin qüvvəti təkrar olunmasın və burada təkrar olunduğu üçün bu qayda əlverişli olmur. Ona görə məcburuq hesablamağa. Sadəcə hesablamağın rahat yolunu tapmaq lazımdır. Baxın, 1 ilə 1-i topladıq, alındı 2. İndi 2 ilə 2-ni toplayanda alınır 4. 4-dən 4-ü toplayanda alınır 8. Fikir versəniz, hər sonraki ədəd ilə əvvəlki ədədlərin cəmi bərabərdir. Onda belə çıxır ki, 256-ya qədər, daha doğrusu 512-yə qədər ədədlərin cəmi nədir? 512-dir. Buna yekunda 512 ilə cəmləsəm, nə alınacaq? 1024. Deməli, burada verilən ədədlərin ümumi cəmi nəyə bərabərdir? 1024. Deməli, bu da 2/10 deməkdir. Əgər ədəd 2-nin qüvvət şəklində verilərsə, biz bunu ikiliyə çevirəndə 1 dənə 1, arxasında qüvvət üstü qədər. Yəni 2-nin qüvvət üstü neçədir? 10-dur. 10 dənə 0 yaza bilərik. Yəni, deməli, bu ədədin yazılışında 1 dənə 1, 10 dənə 0 var. İndi deyir, sıfırların sayı birlərin sayından nə qədər çoxdur? 9 vahid daha çoxdur. Yəni, bu da bu qaydada tapılır. Nə vaxt birbaşa 2-nin qüvvətlərindən işləyə bilərdi? Məsələn, versəydi 1 üstəgəl, nə bilim, 2 üstəgəl, 8, nə bilim, 16 üstəgəl,
64 belə versə və 2-nin qüvvətləri təkrar olunmasaydı, bu zaman hesablamağına, cəmləməyinə gərək yox idi. Elə 2-nin qüvvətlərini yazacaqdın bu qaydada. Və daha sonra isə ən böyük qüvvətdən 0-a doğru nömrələmə aparıb, sonra da uyğun olaraq iştirak edən qüvvətlərə 1, iştirak etməyən qüvvətlərə isə 0 yazacaqdın. Yəni belə həll eləyə bilərdik. Yəni bu da o halda ola bilərdi ki, təkrarlanma olmasın. Müəllimə bir söz. Buyurun Nigah xanım. Belə bu tip, yəni 2-nin üstü ardıcıllığı olanda düstur var, 2 qüvvətdə en üstə gəl 1 çıxılsın 1. Bu düstur olmaz ki, elə bunu tətbiq eləyək hər dəfə. Aysel, mən də o düstur ilə bu yazdığım nümunədir Nigar xanım. O vaxt təkrar olunar ki, 2-nin qüvvətləri təkrarlanmasın. Amma fikir versəniz 1, yəni 2 üstə 0 və 2 üstə 0 2 yerdə verilib. Onda bu düsturu birbaşa tətbiq edə bilməzsiniz. Demək istədiyim aydındır. Yəni o düstur ancaq qüvvətlər təkrarlanmadıqda istifadə edilə bilir. Yəni mən bu düsturla elədim, elə 9 almışdım, amma baxdım siz də 9 almısınız. Bəs onda necə oldu? Bəlkə təsadüfən düz çıxmış ola bilər, bilmirəm burasını. Müəllimə, sualı təkrar deyə bilərsiniz, alınsa. Başdan təkrar izah edeyim Aynurə. Bir dənə sualım o idi ki, bu xanım dediyi kimi, məsələn, 2 üstü qüvvətlər şəklində təkrar olunub deyə yaza bilmərəm. Hə, Aysel, təkrar olunub deyə yaza bilməzsən. Təkrar olunmasaydı yazardın. Bir də toplayanda da hamısını 512 eləyəcəkdi. Siz qısa yolunu dediniz. Düzdür, yoxsa? Özünü də tək-tək də toplaya bilərsən. Hə, fərqi yoxdur da onun. Yox. Ondan sonra keçək 30-cu suala. 30-cu sualda deyir BIOS. BIOS nədir? BIOS ROM-da yerləşən giriş-çıxışın baza sisteminə deyilir. Deməli, bu da nə olacaq? C bəndi olacaq. Keçək 31-ci suala. Mətn fraqmentinin sürətini həmin hissəni saxlamaqla başqa bir yerə köçürmək üçün hansı əməliyyatlar yerinə yetirilir? Köçürmək deyəndə bizim ağlımıza hansı əməliyyat gəlir? Kopya əməliyyatı gəlir, düzdürmü? Kopya əməliyyatı gəlir. Kopyalayırıq, sonra lazımı yerə yerləşdirə bilmək üçün hansı əməliyyatı icra edirik? Paste əmri. Deməli, biz köçürmək üçün hansı əməliyyatlar ardıcıllığını icra etməliyik? Copy, daha sonra isə paste əmrini icra etməliyik. Yəni, cavab ona görə D bəndi olur. Keçək növbəti suala, 32-ci suala. Deyir ki, sənədə Yunan əlifbasının hərflərinin və ya xüsusi işarələrin əlavə edilməsi üçün hansı ardıcıllıq icra edilməlidir? Söhbət Word proqramından gedir, amma bu Excel-də də ola bilərdi, PowerPoint-də də ola bilərdi. Bir fərqi yoxdur, hamısında eyni əmr var. İndi gəlin göstərək. Deməli, Word-də biz insert-a daxil olsaq, insert-də simvol adlı lent qrupu olacaq. Buradan simvol əmrinə müraciət edərək Yunan hərflərini və yaxud da digər simvolları sənədə daxil edə bilirik. Ona görə də sualımızın cavabı nə olacaq? Insert və ardıca da simvol lent qrupu olacaq. Yəni, bu qaydada istifadə edilir. Sonra gəldik 33-cü suala. Deyir ki, informasiya tutumu 4.096.000 bit olan məlumat alınmışdır. Deməli, bu informasiya neçə kilobaytdır? Sadəcə istədiyi odur ki, bu biti kilobayt şəklində ifadə eləyəsən. Bitdən kilobayta da necə keçə bilərik? 213-ə bölərək. Sadəcə əlimizdəki ədədi sadələşdirsək işimiz daha asan olar. Necə sadələşdirə bilərəm bu ədədi? 4096 vurulsun 1000 kimi yaza bilərəm ədədi. 1000 vurulsun 4096. 4096 da 2-nin hansı qüvvətidir? 2 üstü, deməli 12-dir. Deməli, bu şəkildə parçaladım və bunu kilobayta çevirə bilmək üçün bölürəm 2 üstü 13-ə. Və bu zaman ixtisar gedəcək və aşağıda 2 qalacaq. 1000-i də 2-yə bölsəm neçə alınacaq? 500 alınacaq. Yəni, sualımın doğru cavabı nəyə bərabər olacaq? 500-ə bərabər olacaq. Bu qaydada çevirirəm. Sonra deyir, təqdimat proqramı barədə hansı fikir doğru deyil? Baxın, bu sual özü bir neçə dəfə qəbulda təkrar istifadə edilir. Səhv eləmirəmsə, elə keçən ildə istifadə edilmişdi. Yəni, təkrarlanan qəşəng sual tipidir. Deyir, slayda
Slayddakı şəkillərə animasiya effekti animationla verilir. Şəkil slaydın obyekti olduğu üçün fikir doğrudur. Çünki biz demişdik ki, slayd üzərindəki obyektlərə bu şəkil olar, fiqur olar, diaqram olar, mətn olar. Slayd üzərində yerləşən obyektlərə animasiya effekti animationla verilir. Yaxşı, siz mənə deyin görün, burada slayd obyektindən yox, slaydın özündən söhbət getsəydi, desəydi, slayd animasiya effekti necə verilir? Bu zaman hansı cavab olmalıydı? Hardan verirsin? Demişdim. Ayşə, o Deyil. transition olacaq, düzdür. Düzdür. Sonra B bəndi slaydda seçilmiş obyekti ayrıca çap etmək olar. Bu tamamilə yanlışdır. Baxın, slayd obyekt nədir? Hər hansı multimedia obyekt ola bilər. Məsələn, bu şəkil olar, videolar, audiolar. Səncə o videonu götürüb ayrıca çap eləyərmi o? Və yaxud da o fiquru götürüb təklikdə çap edə bilərmi? Yəni, bu mümkün ola biləcək bir şey deyil. PowerPoint-də seçilmiş slaydlar çap edilə bilər. Slaydın hər hansı obyekt yox. Obyekt deyəndə bilsən nəyi nəzərdə tutur? Məsələn, mən bu şəkli seçim ayrıca çap edim. Bu mümkün deyil. Mən bir neçə slaydı seçib, məsələn, ikinci, üçüncü, dördüncü slaydı seçib çap eləyə bilərəm. Bu zamanda gəlir print selection deyirəm. Fikir verin, seçdiyim sadəcə 3 dənə slayd görünəcək burada. Mən bunu götürüm. Baxın, birdən 1, 2, 3. 3 dənə slayd. Yəni, demək istədiyim odur ki, seçilmiş obyekt yox, seçilmiş slaydlar çap edilə bilər. Sonra müxtəlif slaydlara müxtəlif sərlövhələr verə bilərsən. Bəli, müxtəlif slaydlara müxtəlif aşağı sərlövhələr vermək olur. Bir səhifədə ən çox 9 slayd yerləşir, bu da düzdür. Yaxşı, deyə bilərsinizmi, söhbət Word proqramından getsəydi, bir səhifədə maksimum neçə səhifə olardı? Bir üzdə. 16. Bəli, 16 dənə düzdür. Slaydların nümayişi zamanı gizlədilməsi setup lent qrupundan həyata keçirilir, bu da düzdür. Deyə bilərsinizmi, setup lent qrupu hansı tabda yerləşir? Yadınıza düşür? Slideshow-dur yoxsa? Nə, Asil? Slideshow yoxsa? Düzdür, Asil. Slideshow-da yerləşir. Xəstələnmişəm deyə səsim biraz belə qorxunc çıxır, üzr istəyirəm. Necə? Xəstələnmişəm deyə səsim biraz belə qəribə çıxır ona görə. Yox, heç qəribə falan deyil, narahat olma, Allah şəfa versin. Deməli, setup lent qrupunda yerləşir həqiqətən də hide slayd. Bu da nümayiş zamanı slaydları gizlədir. Yəni, qısası yerdə qalan variantlar düzdür. Keçək 35-ci suala. Deyək ki, algoritmin daha əyani təsvir forması hansıdır? Ən əyani təsvir forması blok sxemlədir. Yəni, buna qrafik üsul da deyilir. Burada nədən istifadə edirdik? Həndəsi fiqurlardan istifadə edirdik. Yaxşı, ən əyani yox, ən sadə təsvir üsulunu desəydi cavab nə olardı? Sözlərlə təsvir. Düzdür, düzdür. Yaxşı, bəs ən yığcam təsvir üsulu hansıdır? Proqramlaşdırma. Bəli, proqramla təsvir, düzdür, Jale. Proqramlaşdırma və yaxud da alqoritmik dildə təsvir. Sonra gəldik 36-ya, internet protokolundan bağlıdır. Deməli, protokol nə idi? Şəbəkədə kompüterlər üçün eyni olan qaydalar toplusuydu. İnternetdə də bir neçə protokol öyrənmişdik. NNTP, FTP, HTTP, POP3, IMAP, SMTP kimi. Məsələn, bunlardan hansı var cavablarda? FTP var. Yaxşı, FTP nə iş görürdü? Fayl transferi. Fayl transfer protokoluydu, düzdür Hüseyn, yəni faylların ötürülməsi üçün idi. Burada UTP ilə bəzən tələbələr sonunda sırf P yazılıb deyə qarışdırırlar. UTP protokol deyil. Bəs nə idi UTP? Ağlınıza gəlmir? Cəlar, UTP burulmuş cüt kabeli idi. UTP. Yaxşı, UPS nə idi? Oxşar adlar. UPS. Yəni bunlar power supply olmalıdır deyəsən UPS-də. Yəni nə iş görürdü? İşıq zət gedəndə əlavə power supply da istifadə Yəni edirlər. elektrik enerjisi yaradırdı şəbəkədə elektrik kəsintisi zamanı. Sonra keçək 37-yə. 37 bu təzə dərsimizdən bağlıdır. Deyir ki, verilmiş fraqmentə əsasən menyu haqqında deyilən fikirlərdən hansı doğrudur? Windows 11 ilə bağlıdır. Ümumiyyətlə, bu menyu hardan açılır? Bu nəyin menyusudur? Sağ klik oxşuyur.
Bəli, nəyin sağ üzərində sağ klik sıxanda Desktopda. bəli, düzdür Hüseyn. İş masasının üzərində sağ klik deyərək açılan menyudur, yəni kontekst menyudur. Bizdə sadəcə söhbət view əmrindən gedir və view əmrinə daxil olaraq alt əmrlərə baxaq. Deməli, ilk üç əmr obyektlərin görünüş rejimləri, görünüş formalarını təyin edir. İş masasında obyektlərin 3 dənə görünüş rejimi var. Large, medium və small. Növbəti iki əmr iş masası üzərində obyektlərin nizamlanmasını təmin edir. After arrange icons. Bəli, pasiv olanda obyektləri iş masasında fərqli mövqelərdə yerləşdirmək olur. Amma after arrange icon icra eləyəndə nə baş verir? Obyektlər hamısı iş masasında nə edir? Avtomatik olaraq sol tərəfə düzləndirilir. Sağa yox, özü də sola düzləndirir, düzdürmü? Ondan sonra align icon to grid əmri var. Bu əmr pasiv olanda mən obyektləri üst-üstə bu şəkildə qarışıq formada yığa bilirəm. Amma gəlib to grid əmrini icra etsəm, tor xətt üzrə sistemli şəkildə, nizamlı şəkildə yığılır. Yəni bu da bu qaydadadır. Sonra qaldı show desktop icons. Bu əmr pasiv olanda iş masasında obyektləri görmürsən, aktiv olanda da iş masası üzərində obyektlər görünür. Və bu qaydada tətbiq edilir. İndi cavabları analiz edək. Fon şəkil dəyişmək var idim dediyim fikirlər arasında yox idi. Ya sizcə fon şəkli, yəni arxa planı bu əmrlərdən hansı ilə daxil olub dəyişə bilərəm? Personalize-la. Düzdür, personalize olmalıdır, əla. Sonra elementləri görünüş formasını təyin etmək, bu düzdür. 3 dənə görünüş rejimi var idi, böyük, orta, kiçik. Sonra elementləri sağ tərəfə düzləndirə bilirdikmi? Avtomatik. Yox, ancaq sola düzləndirdi də after arrange icon. Elementləri tor xəttə görə nizamlamaq var idi. Sonra deyir, ekrandakı elementləri ad, ölçü, tip və tarix dəyişikliyinə görə nizamlamaq. Bu hansı əmrlə mümkün olur? Sort by. Düzdür, sort by. Məsələn, bu ayrıca, məsələn, bu ilin qəbul sayıdır. Bu deyərkən 2025-in qəbul salı idi ki, iş masasının obyektləri nəyə görə nizamlaya bilər? Baxın, görürsünüz, bir dənə bu variantı götürüb ayrı bir sual kimi salıblar. Yəni, ad, tip, ölçü və tarixə görə nizamlamaq olar. Sonra, bu sadəcə view-da yoxdur, ona görə düzgün deyil. Düzgün cavab kimi götürmürəm. Sonra, ekrandakı elementləri ekranın sol tərəfinə doğru düzləndirir. Bəli, after arrange icon bunu eləyirdi. Müəllimə ləğv eləyəndə sağ tərəfə də düzləndirə bilirdik də. Nəyə görə Bu sağ olmuş? düzləndirmə deyil, Nuray. Düzləndirmə avtomatik olan bir şeydir. Yəni, avtomatik obyektlər sola yığılır. Amma after arrange icons pasiv olanda avtomatik sağa yığılmır axı. Sən özün tək-tək yerləşdirirsən. Aydın oldu müəllimə, çox sağ ol. Sən də sağ ol. Sonra açıq sistemlərin qarşılıqlı əlaqəsi nə idi? Müxtəlif açıq sistemlərdə tətbiqi proseslərin qarşılıqlı əlaqəsini təmin edirdi. Deməli, OCR modelinin bəs neçə dənə səviyyəsi var idi uşaqlar lokal Yeddi. şəbəkə üçün? Hansılar idi? 7 səviyyəlidir. Düzdür. Ən Application, aşağı ən aşağı physical idi. fiziki, ən yuxarı Application. aha, düzdür. Deməli, ümumi ardıcıllıq necədir? Application, yox, aşağıdan yuxarı gedim, yuxarıdan aşağı Ha, mı? fizikidən başda. Physical, network, yox, Hı. physical, data link, network, ondan sonra transport, session, presentation, application. Düzdür. Deməli, bu ingilis dilində saydım və düz saydım. Belə də deyə bilərik. Yəni digər uşaqlar üçün Azərbaycanca veriləndə də fiziki, kanal, şəbəkə, nəqliyyat, seans, nümayiş, tətbiq. Yəni sənin dediklərin də tam düzdür. Deməli, keçək 39-a. Deyir ki, elektronik və audiovizual məhsulların icazəsi istifadəsi. İcazəsiz istifadə oğurluqdur, düzdürmü? Bunu da biz piratlıq adlandırırıq. Elə piratlıq nə deməkdir? Dəniz quldurluğu deməkdir. Rahat yadımızda qalan bir variantdır. Keçək 40-a. Deyir, verilənlər bazasına xarici açar nə üçün istifadə edilir? Ümumiyyətlə, verilənlər bazasında açarın hansı növləri var? Hə, uşaqlar? Cədvəllər arasında əlaqə yaratmaq üçün idi da deyəsən açar. Hansı açar idi? Xarici foreign Düzdür. Şey. Aytaç. Bəs digər hansı açar var idi? Primary şey. bir də Bəli, daxili primary. cədvəlin içində Daxili əsas primary key, əsas açar anlayış var idi. Xarici açar, bir də əsas açar anlayış var idi. Bunlardan hansı hər bir sətri, yəni korteci bir mənalı təyin eləyirdi?
Primer 2. Bəli, əsas açar. Cədvəllər arası əlaqə yaradan nə idi? Xarici açar idi. Yəni bəndə olacaq sualımızın cavabı. Sonra gələk 41-ə baxaq. Ctrl Shift-in təzə keçmişik. Nə edir? Yeni nə yaradır? Qovluq yaradır. Qovluq yaradır. Yaxşı, ofis proqramlarında bəs yeni faili nə tər yaradırıq? Ctrl-N. Ctrl-N. Düzdür. Yaxşı, File Explorer proqramında Ctrl-N nə iş görür? Hə, bu yox idi kitabımızda. Qovluğu yeni pəncərədə açır. File Explorer'də Ctrl-N qovluğu yeni pəncərədə açır. Gələk 42-yə. Düsturlarda ünvanlar, ümumi istinad edilən ünvanlar 3 qrupa bölünürdü. Deməli, nisbi, qarışıq, mütləq. İndi bu ünvanlardan hansı nisbi ünvandır? Və nisbi ünvan nə idi ümumiyyətlə? Kim deyər? Əgər yanında dollar işarəsi C varsa, variantıdır mənim. onda nisbi ünvandır. Dollar işarəsi yoxdursa ümumiyyətlə. Yəni köçürmə zamanı dəyişən ünvan nisbi ünvandır. Düzdür, Aytəs. Düstur köçürülməsi zamanı dəyişən ünvana nisbi ünvan deyilir. Burada da hansı ünvan nisbidir? R3. Çünki dollar yoxdur. Ondan sonra B bəndi ümumiyyətlə doğru ünvandırmı? Burada nə Vermədim. eksikdir? Dolların qarşısında işarə ya da Orada hərf sətir yoxdur, yoxdur. simvol. Bunu verib sətri vermir. Yəni sətr nömrəsini qeyd eləməyiblər. Verdim. Sonra C bəndi hansı növ ünvandır? Qarışıq. Elə cavabımız budur, qarışıq. Çünki sətr və yaxud da üstün ikisindən birinin sonunda dollar varsa qarışıqdır. D bənd ümumiyyətlə düzgündürmü? Verməyim. Səhv 4 olan dolların nə? qarşısında olmalı idi. Sağ Yəni olun. sağ tərəfində. Solunda olmalıydı. Burada sağında verib deyə səhvdir. Bəli. Düzdür. Y bəndi hansı növ ünvandır? Mütləq. Dəqiq Bəli. deyəndə. Hə. Bəli. Düstur köçürməsində dəyişməyən ünvandır. Keçək 43-ə. Elə düstur Müəllim. köçürməsi. Buyur, buyur. Yadımdan çıxıb. Dollar sağda olmalıydı, solda. Solda Hüseyn, solda. Sətrin dolları sətrin solunda, sütunun dolları sütunun işarəsinin solunda olmalıdır. Hə, çox sağ ol. Bax, Y bəndindəki. Bax, məsələn, bu Y-nin qarşısındakı dollar sütunun dollarıdır. 12-nin qarşısındakı dollar sətrin dollarıdır. Bu necə ünvan sayılır mənim bəs? Mütləq. Düstur köçürməsinə sətr də sütun da sabit qalırsa, dəyişmirsə, bu cür ünvan mütləqdir. Burada da dollar nə sətri, nə də sütunu dəyişdirmir. Ona görə mütləqdir. Gələk 43-ə. Deyək ki, elektron cədvəlin C11 xanasında göstərilən düstur C12 xanasına köçürülməsindən sonra C3 xanasında, C13 xanasında alınan nəticəni tapın. Gəlin tapaq. Deməli, ümumiyyətlə biz C11-dəki düsturu C12-yə keçiririk. Baxaq görək nə dəyişir bu halda. C-dən C-yə sütun sabitdir, yəni dəyişməyib, eyni qalıb. Amma 11-dən 12-yə sətr necə dəyişib? Bir vahid artıb. İndi gəlin baxaq. 5 sütundur, sabit qalır. Yəni, çünki sütunlar dedik dəyişmir. Dollara görə 12 də sabit qalacaq. Çıxılsın. Dollar A, sətr necə dəyişir? 11-dən 12-yə keçəndə bir vahid artır. Nə olur? 12 olur. İndi düsturumuzu aldıq, qaldı hesablanması. B12 xanasında dayanan ədəd nədir? 5. A11 xanasında dayanan ədəd nədir? 3. 5-dən 3 çıxdı mı? Aldı 2. Sonra baxaq. B12 xanasında dayanan ədəd 5-dir. A12 xanasında dayanan ədəd nədir? 7. 5-dən 7 çıxanda nə aldı? Mənfi 2. C11 üstə gəlsin C12. Yəni 2 üzərinə gəlsin mənfi 2-də nəyə bərabər olur? 0-a bərabər olur və bizdən də istədik C13 xanasının qiyməti idi və biz nə aldıq qiyməti? 0 aldıq. Yəni bu da bu cür həll edilən sual tipidir. Keçək növbəti hissəyə. Deyək ki, insert lint tabında text lint qrupundakı objekt düyməsi açılan siyahısının, obyekt düyməsinin açılan siyahısından text from file əmri nə üçün istifadə edilir? Gəlin tətbiqinə baxaq. Bu əmr insertdə obyektin alt əmri kimi yerləşir. Bu zamanda belə bir sahə açılır. Insert file dialoq pəncərəsi. Buradan sən faili seçirsən və insert deyirsən. Və nə baş verir? Fail bütövlükdə sənin cari sənədinə yerləşdirilmiş olur. Deməli, bu əmr nə üçün istifadə edildi? Faili bütövlükdə sənədə daxil etmək üçün istifadə edildi. İndi baxaq cavablara. Çox tələbə səhvən A yazır. Burada A bəndində səhv olan söz nədir sizcə? Müəyyən fraqment.
Bəli, səriyə düzdür. Müəyyən fraqment ifadəsi səhvdir. Çünki biz müəyyən fraqment seçmədik axı, bütöv daxillədik. Ona görə doğru cavab nə bəndidir? D bəndidir. Çünki deyir cari sənədə lazımi faili yerləşdirmək üçün. Yəni sualımızın cavabı D-dir. Gəldik 45-ə. Neyman neçə dənə prinsipi var? 4 prinsipi. Ay sağ ol. Kim deyər bu prinsipləri mənə? Kim demək istəyir? Kompüter Verilənlərə proqramı. aparat Bir nəfər. səviyyəsində yox, proqram səviyyəsində baxılmalıdır. Biri bu idi, bu yadıma gəlir. Evet. Sonra Ə, Müəllimə, kompüter var. Verilənlərin icrası ardıcıl aparılmalıdır. Sonlu say. yox. O idi. Yox, o şey alqoritm idi. Nigar xanım buyurun. Kompüter aparatla idarə olunan proqramla idarə olunan aparatdır. Aha. Sonra ikisi qaldı. Verilənlərlə əmrlər arasında aşkar şəkildə heç bir fərq yoxdur və kompüterin yaddaşı necə olur? Kompüter ardıcıl ünvanlanan Ardıcıl vahid ünvan. Yaddaşım. yəni yaddaş xəttidir. Keçək 46-ya. Bu sual əvvəldə qəbulda bir neçə dəfə istifadə edilib. Dövlət qulluğunun 2 ay qabaqki Windows 11 ilə bağlı olan sualında da istifadə edilmişdi. Yəni bu Windows 11-dən dövlət qulluğunun qəbulunda istifadə edilib bu sual. Deməli, hal-hazırda söhbət hansı proqramdan gedir? Task Manager proqramından. Task Manager nə üçün istifadə edilirdi? Kompüterdəki prosesləri izləmək, donma olanda donmaya səbəb olan proqramları bağlamaq kimi funksiyaları var idi. Bəs bu proqramları sürətli necə açmaq olurdu? 2 dənə qısa yolu var idi. Bir Ctrl Shift Escape, bir də Ctrl Alt Delete vasitəsilə aça bilərdik. Yaxşı, Ctrl Escape nəyi açırdı? Bağlamırdı o. Startı. Start menüsünü açırdı Ctrl Escape. Gəldik 47-ci sual, printer sualıdır. Deyir ki, birdən başlayaraq nömrələnmiş 27 səhifəlik sənəd aşağıdakı parametrlər əsasında çapa göndərilmişdir. Printerdə 13 ədəd A4 vərəqin olduğunu nəzərə alaraq 7-ci vərəqdə hansı nömrəli səhifə çap edilir? Bu tipli suallarda hansı vərəqdə hansı səhifə çap edilir tipli suallarda biz əsas hara baxırdıq ay uşaqlar? Collate-də. Bəli, collated, sonra çap edilən səhifələr üçün settings-ə və ümumi kopya sayına. İndi collated seçimi nə deməkdir? Yəni hər kopya üçün səhifələr ayrı-ayrıqda başdan sona çap ediləcək. Neçə kopya var? 3 kopya. All page'də isə even seçimi var. Deməli, cüt səhifələr çap ediləcək. Başlayırıq cüt səhifələri çap eləməyə. Birdən 27-yə cüt səhifələr hansılardır? 2, 4, 6, 8, 10, 12, 14, düz 26-ya qədər gedir. Collated seçimi olduğu üçün başlayır 2-dən 26-ya qədər birinci kopya üçün çap edir. Sonra keçir ikinci kopya üçün bu prosesi yenidən icra edir. Həmçinin kopya sayı 3-dür deyə üçüncü kopya üçün də bu prosesi davam elətdirir. Bizə isə lazım olan 7-ci vərəqdəki nömrədir. Sayıram 7-ci vərəqə hansı nömrə düşür? 1, 2, 3, 4, 5, 6, 7. 7-ci vərəqə hansı nömrə düşdü? 14. Yaxşı uşaqlar, sualın şərt bu şəkildə collated yox, uncollated seçimi verilsəydi necə olacaqdı? Onda birinci ikiləri çıxardacaqdı. İki. İkiləri çıxardacaqdı. Birinci ikilərdən kopya sayı 3 Üç dənə deyə iki. 3 dənə çap eləyəcəkdi. Sonra 4-lərdən, Dörd. 6, nə bilim ondan sonra 8, belə 26-ya qədər 7-yə gedəcəkdi. hansı düşəcəksə 7-ci olacaq. vərəqdə hansı nömrə olacaqdı? 1, 2, 3, 4, 5, 6, 6. Ay, sonra 7-ci vərəqdə 6-cı nömrə olacaq. Düzdür, əlasınız. Keçək növbəti hissəyə. Gəldik access sualına. Deyir ki, dizayn rejimində verilənlər bazasının cədvəlini xarakterizə edən parametrlər hansılardır? Gəlin analiz edək. Ümumiyyətlə, cədvəl hansı rejimlərdə görünə bilirdi? Accessdə. Accessdən zəif sizə bayaq verdiyim sualda cavab vermədiniz, yaxşı. Sonradan bir-iki nəfər cavab verdi. Ay uşaqlar, Accessdə cədvəl accessin əsas obyektidir və cədvəl 2 rejimdə verilə bilər.
Datasheet rejimi, dizayn rejimi. Yaxşı, açmışam, hal-hazırda gözünüzün qabağındadır. Dizaynla datasheetin fərqi nə idi? Dizaynda cədvələ yığırdıq, o birində də içində doldururduq. Bəli. Dizaynda cədvəlin strukturunu qururduq, datasheetdə isə cədvələ informasiya daxil edirdik. İndi gələk dizayna, yəni cədvəlin strukturunu qurduğumuz rejimi. Dizayn rejimində cədvəl 3 dənə sütunla xarakterizə ediləcək. Hansılardır bunlar? Field name, data type, description. Field name-ə nə daxil edilir? Sütun Cədvəldə başlıqları. sütunların adları, data type-a verilən tipi, description isə əlavə məlumatlar daxil edilirdi. Description-a daxil edilən bəs məlumatlar cədvəldə görünə bilirdimi? Xeyr. Xeyr, görünmürdü. Bəs description-da maksimum neçə dənə simvol olurdu? Bura daxil edə biləcəyim simvol sayı maksimum nə qədər idi? 255 dənə idi, ay uşaqlar. 255 dənə. İndi qaydaq sağla. İndi dizayn rejimində field name olmalıdır. Bura getdi. Field name, data type, bir də description. Yəni 3, 5, 6. Keçək 49-cu suala. 49-da bu sorğu nəticəsində alınan sətirlərin sayını istəyir. Deməli, uşaqlar, görürsünüz ki, not ümumi mötərizənin xaricindədir. Bu zaman notu birbaşa mötərizənin içinə tətbiq edə bilirdimmi? Edə bilmirəm. Necə etməliyəm bəs? Deməli, öncə mötərizənin içini sadələşdirib, sonda tətbiq etməliyəm notu. Gəlin sadələşdirək. Deməli, not olduğu kimi qalsın. Mötərizə açıram. Fənni fizik olanları tapıram. Fənni fizik olanlar hansılardır? Bu tipli suallarda da demişdim, sıra nömrəsi ilə işləmək daha əlverişlidir. Fənni fizik olanlar 3-dür, 7-dir, 9-dur, 10-dur, bir də 13-dür. Sonra və gəlir. Və nə idi? And, yəni kəsişmə. Sonra ilin 1960-dan böyük olanlar. Gəlirəm ilin 1960-dan böyük olanları tapıram. Onlar da hansılardır? 3, 4, 5, 6, 7, 9, bir də 10. 1. İndi kəsişmə nədir? Bunları da ortaq olanlardır. Hər ikisində ortaq olanlar hansılardır? 3-dür, 7-dir, bir də 9-dur. Deməli, cavabım oldu 3, 7, 9. İndi notu tətbiq edək. Not nə edirdi? Əksini götürdük. Ayşə, şərti ödəməyənlər. Şərti ödəməyənlər hansılardır? 4, 5, 6, 8, 10, 11, 12, 13. Bir də diqqət edin, burada 1 ilə 2, birində sütun başlıqlar saxlanır, birində də cədvəlin adı. Ona görə o 1-2-ni saymaq olmaz. Bizə lazım olan informasiyanın saxlanıldığı hissədir. Burada da cavab neçə olacaq? Neçə dənə oldu? 8 dənə. Yəni 8 dənə sətir bu sorğuya cavab verəcək. Sonra gəldik 50-ci suala. Deyir ki, uyğunluğu müəyyən edin. Plotter nədir? Nə iş görür? Xətt qurğusu, bannerləri çap eləyir böyük çap aparatı. Bəli, düzdür. Reklam lövhələrini, ondan sonra xəritələri, yəni qrafik imkanları geniş olduğu üçün və böyük vərəqlərlə işlədiyi üçün bunları çap eləyə bilir. Deməli, ona görə hara aid olacaq? Çıxış qurğusuna. Yaxşı, marşrutlaşdırıcı nə idi? Şəbəkə qurğusudur. ASO, şəbəkə qurğusudur, əlaytıcı. Yaxşı, yadındadırmı nə iş görürdü? Xeyr. Kimin yadındadır bəs marşrutlaşdırıcı? Router, hətta Gateway idi yoxsa switch kimidir belə? Azərbaycan tərcüməsini bilmirəm. switch-in növlərindən Gateway. biridir. Onda lokal şəbəkədə hansı gələn paketi MAC-ə görə uyğunlaşdırıb göndərir də. Aha, Switch düzdür. isə. O da düz fikirdir. Həmçinin də belə də deyirik ki, müxtəlif protokol və müxtəlif topologiyalı şəbəkələri əlaqələndirirdi. Müəllimə, eyni olan hansı idi? Kitabda eyni də var idi deyəsən. Əgər məsələn protokol eyni, topologiya müxtəlifdirsə, bunu isə körpü əlaqələndirirdi. Üzr istəyirəm. Nə eyni, nə müxtəlif bir də deyərdiniz. Əgər məsələn topologiya eyni, protokol müxtəlifdirsə, yenə körpü də switch-in növüdür. O isə körpü ilə əlaqələndirirdi. Protokol eyni, topologiya müxtəlif. Sən bayaq şülüzün adını da çəkdin.
Yəni gateway dedim. Gateway sadəcə əlaqələndiricidir. Yəni lokaldan qlobala çıxışı təmin edən elə bir növ qapı rolunu oynayır. Amma burada router isə, marşrutlaşdırıcı isə, yəni artıq paketlərin ötürülə bilməsini, sonra iki şəbəkə arasında qarşılıqlı dialoqun təmin edilməsini təmin edir. Amma qısası giriş-çıxış qurğusu deyil, şəbəkəyə aiddir. Sonra baxaq printerə. Printer nə iş görür? Qış qurusu. Çap Nə iş qurusu. çap eləyir? Çap qurusu. Çap edir. Yaxşı, trackball nədir? Mouse'un növü. Ay sağ ol. Ona görə nə olacaq? Daxili qurusu. Giriş qurusu. Yaxşı, skaner nə edir? O da giriş O da giriş qurusudur. qurusudur. Məlumatları, qrafik məlumatları kompüterə daxil edir. Məlumatlar qrafik formada daxil edir. Əla. Obşum, sınaq üsü bir bitdi. Hər şey aydındır uşaqlar. Ətraflı hər şeyə baxdıq. Qaranlıq qalan nəsə var? Xeyr. O videosunu atacağım. Mütləq təzədən baxın, qeydlər götürün. Yəni burada nə qədər şey öyrəndik. Yəni bunları təzədən baxın. Oldu mu? Keçək 26-ya. Kompüterin əsas xarakteristikalarına aid deyil. Kompüterin 7 dənə əsas xarakteristikası var. Bunlar hansılardır? Deməli, tutduğu sahə deyil, yaddaş tutumu, əmrlər sistemi, şirkət yoxdur, qurğu sayı yoxdur, hesablama dəqiqliyi, istehsal müəssisəsi yoxdur. Bundan əlavə hansı xarakteristikalar var idi? Deməli, işləmə sürəti, məhsuldarlıq, ondan sonra iş etibarlığı, qiymət, bu da yenə kompüterin xarakteristikalardır. Sonra 27. Qrafik təsviri kompüterin yaddaşında nə şəkildə təsvir olunur? Raster tipli qrafik təsvir. Raster tipli qrafik təsvir hər bir pikselin yerləşmə və rəng ardıcılığı şəklində təsvir olunur. Keçək 28-ə. Deyir, modemin buraxılış qabiliyyəti 153.600 BP isə bərabərdir. Bu modemin sürəti 19200 baud olduğunu bilərək analog siqnalın tutumunu tapın nə ilə byte-la. İndi siz mənə deyin görün, modemin buraxılış qabiliyyəti olan BPS nəyə bərabərdir? Kod vurulsun byte-a. Baud vurulsun byte. Bitə. Bit idi. Çünki BPS-in açılışı nədir? Bit per seconddır. Yəni 1 saniyədəki bit sayı kimi. Yəni ona görə də nəyə vurmaq lazımdır? Bitə vurmaq lazımdır. Yaxşı. İndi yerinə qoysaq biti necə tapacağıq? 153.619.200-ə böləcəyik və alınacaq 8 bit. Amma cavabı bizdən nə ilə istəyir? Byte-la. Mənim neçəyə böldüm? Nə? Neçəyə böldü 153.600-ü? 19.200-ə. Elə bir BPS-i boda bölüb biti tapdıq. Aydın. Aha. 8 bit. O da neçə byte deməkdir? 1 byte. Yəni cavab 8 yox, 1 olacaq. Çünki byte-la istəyir. Bitlə istəsəydi elə bir məndə olardı. Sonra Mənim yuxarıdan aşağı gələndə bölürdük də ona görə. necə? Yuxarıdan aşağıya gələndə bölürdük də. Hə, Bitdən byte Bitdən idi, ona böyüyə görə bölürdük. keçəndə böldürdük. Hə. Sonra 29-cu sual elə hamımızın da istifadə etdiyi axtarış sistemlərindən bağlı bir sualdır. Google axtarış sistemində axtarış qarşısında, axtarış aparanda istifadə olunan dəqiqləşdirici link qoşu nöqtə ifadəsi nə ifadə edir? Göstərilən ünvana istinadları özündə saxlayan web səhifələri axtarır. Bu da rahatdır. Sonra keçək 30-a. 30-da çox sayda ədədin hasili verilib. Çox sayda ədədin hasilinin tapılması hansı növ alqoritmi? Dövrü. Dövrü. Yaxşı, bir 2-3 ədədin hasilinin tapılması necə idi? 2-3 xəttdir. Yaxşı. Yaxşı, çox sayda ədədin müqayisəsi necə alqoritmdir? Dövrə Dövrü. Qapılanı. Dövrü. Dövrü. Çox sayda ədəd olanda dövrüdür hər bir halda. Yaxşı, 2 ya da 3 dənə ədədin müqayisəsi nədir? O şu budaqlanan. O budaqlanandır. Yaxşı, faktorialın hesablanması nədir? Dövrə alqoritm. Dövrü. Parçada funksiyanın qiymətinin hesablanması O nədir? da dövrüdür. Düzdür. Qəşəng. Keçək 31-ə. Daxil etmə qurğularını göstərin. Printer xaric etmədir. Skaner daxil etmədir. Monitor xaric etmədir. Ondan sonra klaviatura daxil etmədir. Plotter xaric etmədir. Web kamera görüntünü daxil edir, daxil etmədir. Digitizerdə informasiyanı kompüterə daxil edir. Digitizerın daxil etdiyi qrafik informasiyanın ayırt etmə qabiliyyəti nə ilə göstərilirdi? Pikselini.
Nələr şəklində daxil edir kompüter diktə? Nöqtələr, Xətlər. toplusu, nöqtələr. Xətlər şəklində daxil edirdi. Ona görə də diktasiyanın daxil etdiyi qrafik informasiyanın aktiv imkanları nə ilə ölçülürdü? LPI ilə ay uşaqlar, line pairing, bir düymə düşən xətt sayı. Bəs skanerin kompüterə daxil etdiyi informasiyanı aid etmə qabiliyyəti nə ilə ölçülürdü? O piksellərdə onda. O da deyil. Nöqtə sayı DPI dot pairing. Sonra keçək 32-yə. Deyir hesabat nədir? Bu hesabat aksesin obyektlərindən biridir. Aksesin hansı obyektləri var? Bax, çox sınaqda görəcəksiniz özdə akses obyektlərini. Hesabat, sorğu, bunlar. Aha. Sonra Sonra domen, Makrosu. kortej. domen kortej o cədvəlin relasiya modelinin elementidir. Qarışdırmayın. Aksis obyekti deyəndə, aksis proqramda yaratdığımız verilənlər bazasına daxil olan obyektlər başa düşülür. Burada da əsas obyekt nədir? Cədvəl. Sonra cədvəl əsasında nələr yarada bilərik? Sorğu, Sorğular, modullar, forma, makroslar, hesabat, modul, makros, bəli. İndi gəlin baxaq. Hesabat nə üçün istifadə edilirdi? Bazadakı verilənləri əks elətdirmək və çap etmək üçün istifadə edilirdi. Oldu mu? Burada Y bəndində də çap sözü var. Amma burada tərifin əvvəli səhv deyir ki, bazaya verilənləri daxil edilməsi. Hesabat bazaya verilən daxil edə bilmir. Bazada verilənləri daxil etmək və ya ona baxmağa imkan verən obyekt hansı idi? forma, Bəli, forma, düzdür. Bəs informasiyanı saxlayan nə idi? cədvəl, Bəli, cədvəldir, düzdür. Əla. Bəs müəyyən şərtə uyğun verilənləri seçən obyekt nə idi? sorğular. Bəli, sorğu. Qəşəng. Sonra davam edək. Deyir, servis proqramlara aiddir. Örtük hansı proqramlara aiddir? Ümumiyyətlə, servis nəyin təsnifatıdır? Sistem proqramının. Sistem proqramları neçə qrupa bölünürdü? Baza bir de servis. Baza, bir də servis. Örtük indi bunlardan hansına daxildir? Bazaya. Ay, sağ ol. Amma utilitara daxildir servis. Bizə sırf servis Servis. lazımdır deyə A bəndi səhvdir. B bəndinə baxaq. Əməliyyat sistemləri hara aiddir? Bazaya. Baza. Tətbiqi proqramlar isə ümumiyyətlə sistem proqram deyil, buradan çıxdı. İnstrumental idi o da. Yox, tətbiqdir. Sonra, yəni instrumental ayrı qrupdur. Keçək utilitlər nədir? Servisdir. Antiviruslar Servis. yenə servisdir. O da Deməli, bizə servis. lazım olan cavab C bəndidir. Gələk deməli, diaqramla bağlı suala. Diaqramda biz nəyə baxırdıq? Bu hansı növ diaqramdır? Dairəvi diaqram tipidir. Dairəvi diaqramda verilənlər hardan başlayaraq daxil edilir? Yəni, hardan başlayır daxil edilir, göstərilmir? Sadə əqrəb istiqamətində Və demişdik. sadə əqrəb istiqamətindədir. Yəni, birinci ədəd 17%, ikinci ədəd 50%, üçüncü ədəd isə 33%. Və buradan necə bir nəticəyə gəlirik? Birinci və üçüncü ədədin cəmi də 50% edir. Deməli, elə bir diapazona baxmalıyam ki, birinci və üçüncü ədədin cəmi ikinci ədədə bərabər olsun. İndi baxaq, bu hansı diapazondadır? A3, C3 diapazona bir dənə fikir ver. 170-dən 330-un cəmi, yəni birinci və üçüncü ədədin cəmi 500-ə bərabərdir. Yəni ortadakı ikinci ədədə bərabərdir. Həm də faiz olaraq da uyğun gəlir. 170 17%, 500 50%, 33 isə 330 isə 33%. Deməli söhbət hansı diapazondan gedirmiş? A3 C3 diapazondan gedirmiş. Gəldik 35-ə. Deyir Word 2019 proqramında mətnin şriftini onunla işin hansı mərhələsində dəyişmək olar? Əgər sən mətnlə işləyirsənsə, istənilən mərhələdə şrifti dəyişə bilərsən. Söhbət mətnlə işdən gedir çünki. Sonra təqdimatlarda adətən ilkin slayd aşağıdakılardan hansı olur? İlkin slayda nə deyirdik? Hətta qayda kimdə yazdırmışdıq? Title slide. Title slide, düzdür. Başlıq slaydı. Sonra gəldik 37. Mətn prosesorunda hansı görünüş rejimlərindən yalnız üfüqi xəttkeş görünür? Bunun taktikası necə idi? Yadınızdadır? Rahat bir taktikası var idi. Mənim print yadımdadır ki, o t onda da var idi. Bəli, printlə yadda. Hər iki sözün sonunda t var. Xəttkeş var. Həm üfüqi, həm də şaquli xəttkeş görünür.
Atılan da ümumiyyətlə T yox idi sözün sonunda, xəttkeşlər görünmür. Web layoutda bir dənə sözün sonunda T var. Deməli, ancaq üfüqi xəttkeş görünür. Read modda ümumiyyətlə T yoxdur sözün sonunda, heç bir xəttkeş görünmür. Draftda da bir dənə T var, bir dənə üfüqi xəttkeş. Bizə yalnız üfüqi xəttkeş deyir deyə hansı cavabları seçəcəm? 3 və 5-i. Bəs desəydi, sadəcə üfüqi xəttkeşlər hansı görünüş rejimdə görünür? Yəni, yalnız sözü olmasaydı cavabını götürəcəkdim. Eləcə desəydi, 1-3-5. 1-3-5, ay sağ ol. Ümumi olaraq sual versəydi ki, hansı görünüş rejimlərində üfüqi xəttkeş görünür? Cavab 1-3-5 olacaqdı. Sadəcə yalnız üfüqi xəttkeş dediyi üçün biz sırf üfüqi xəttkeş görünən 3 və 5 cavabını götürdük. Belə uşaqlar. Mənim axırıncını başa düşmədim. Sadəcə də niyə 1-3-5 oldu? Sadəcə yox. Desə ki, hansı görünüş rejimlərində üfüqi xəttkeş görünür? Bu zaman cavab 1-3-5-dir. Çünki üfüqi xəttkeş istəyir də. Hə, başa düşdüm. Amma desək yalnız üfüqi xəttkeş, burada 3-5-dir. Çünki yalnız üfüqi olanı istəyir. Gəldik 38-ə. Deyir ki, aşağıdakı əmrlərdən hansı iş masasının kontekst menüsündə yoxdur? Deməli, iş masasının kontekst menüsünə bayaq baxdıq. Hansı əmri görmədiniz? Menü Y variantı. Bəli, menü iş yox idi. Gəldik 39-a. B3 xanasını C4-ə bölür. Bölmə əməliyyatı nəyə aid olan bir əməliyyatdır? Ədədlərə. Ona görə ədəd olan xanalara müraciət etməliyəm. Amma B3 xanasında nə verilib? Dırnaqda verilib deyə bu nədir? Mətndir. Mətin Əgər tipli. verilən tipi səhv daxil edilibsə, bu zaman hansı xəta çıxır ortaya? Referans istinad. Yox, Variant. bəli, referens o vaxt çıxar ki, İstinad, məsələn, düsturda nəsə səhv olanda çıxırdı, yox, düzdür? yox, düsturda səhv yox. Məsələn, düstur düzdür, sonra düsturun istinad etdiyi xananı sonradan silirsən. Məsələn, Hə, düsturda B1 plus B5 yazılıb, sən B5-i silirsən, çünki orada həmin düstur olan xanada ref xətası gəlir, çünki istinad edilən xana silinib. Düzdür. Sonra maksimum ümumiyyətlə nə idi? Necə idi strukturu? 6 hissədən ibarət Yəni idi. 6 hissədən ibarətdir. Sonra Maksimum 255 o. yox, qarışdırırsınız. O Hə, ayrı. IPman idi. Maksimum 16-lıq say sistemi. Bəli, simvollar 16 sistemində 8 var olmalıdır idi. və hər hissədə neçə dənə simvol olmalıdır? 2 dənə. 2 simvol. Bundan da 3 tələb var. 6 dənə hissədən ibarətdir. Hər hissədə 2 dənə simvollar olur və simvollar 0-dan 9-a, bir də A, B, C, D, Y, F, yəni 16 say sistemi simvollar olmalıdır. İndi 6 hissədən ibarətdir və həcmi də nə qədərdir? 6 bayt və ya 48 bit. Sonra keçək 41-ə. Uşaqlar, 41-ci sual hələ ki qalacaq. Çünki biz əvvəl sizə öyrətdiyimiz qayda ilə Windows 11-dəki qayda üst-üstə düşmür. Ona görə 41 qalsın. Çünki biz sizə əvvəl öyrətmişdik ki, com 0-dan com 9-a, elpti 0-dan elpti 9-a, sonra aux, connull, parent, bunlar istifadə edilmirdi faylın adında, amma hal-hazırda istifadə edilə bilir. Windows 11 əməliyyat sistemində olur. Ona görə də bu hələ qalsın, çünki biz bilmirik ki, Dim bu kitabında bunu nəzərə alacaq, ya almayacaq. Dimin kitabı çıxanda bu haqda sizə qayda yazdıracağam, amma mütləq yazdıracağam, yəni arxain olun ki, bu nəzərimdədir. Yaxşı. Bu suala görə hal-hazırda Windows 11 üçün səhv cavab yoxdur, bütün yazılışlar düzdür. Keçək 42-yə. Deyir ki, tutaq ki, verilənlər bazasında hər hansı cədvəli, soyad, doğum ili, gəlir sahələrinə malikdir. İndi bizə hansı şərt verilib? Doğum ili 1958-ə bərabər və ya 58-dən böyük, gəliri isə 3500-dən kiçikdir. Arada istifadə edilən operatorda və yadır. Elə və yaya görə cavab çıxır da, bir də A bəndində və ya var, qalanları vədi deyə səhvdir. Həmçinin şərtlər də ödənir. Gəliri 3500-dən az, doğum ili 1958 və ondan sonra olsun. Sonra keçək 43-ə. Sənəd yalnız oxuma rejimində açılıb, sonla bağlı hansı işi görmək olar? Oxu rejimində açılmaq deyəndə hansı rejimi nəzərdə tuturduq? Read only. Bəli, read only-ni nəzərdə tuturduq. Read only-də biz sadəcə nə eləyə bilmirdik? Düzəlişə və Düzəliş fayla eləyə saxlaya bilmirdik.
düzəliş eləyə bilirdik. Sadəcə düzəlişi Yadda həmin Ev eləyə saxlaya vaxt yadda bilmirdik. saxlaya bilmirdik. Amma yerdə qalan bütün əməliyyatlar olur. Yəni 1 olar, 2 olar, 4 olar. Ona görə yerinə yetirilə bilir. Sonra keçək 44. Sənəddə seçilmiş sözdə simvollar arası məsafə. Burada məsafə sözünü görəndə tələbələrimiz paraqrafda ilişir. Baxın, paraqraf abzasla və sətirlərlə bağlı əməliyyatları tənzimləyir. Ona görə paraqrafdan abzas və sətirlər arası məsafəni dəyişə bilərsən. Amma bizdə simvollar deyir. Simvollarla bağlı əməliyyatlar hansı rent qrupunda olur? Font. Fontda olur. Font. Onda deməli məntiqən simvollar arası məsafə əmri harda olar? Fontda olacaq, düzdürmü? Onda gəlirəm fonta, dialoq pəncərəsinə advance-a gəlir. Buradan spacing vasitəsilə simvollar arası məsafəni dəyişə bilirəm. Ona görə cavabımız nə olacaq? Font olacaq. Gələk 45-ci suala. Deyək ki, slaydların nümayişi zamanı nümayişdən imtina etmək üçün hansı düymədən istifadə edilir? Hansından istifadə edirik? Yes. Escape düzdür. Sonra 46. WordPad proqramı imkan verir. Deməli, mətni formatlaşdırmaq. Onsuz da WordPad mətn prosesordur. Mətn prosesorları nə edə bilər? Formatlaşmağa, bir də redaksiyaya imkan verir. Aysa mətnin Formalaşdırmağa. formatlaşdırılmasına və redaksiyasına imkan verə bilir. İndi baxaq cavaba. Mətn formatlaşdırmaq və redaksiya etmək ilə 1-2-dir də. Başqa uyğun cavab yoxdur. Sonra keçək 47-yə. İndi deyək ki, bu cəmi ikilik say sistemində hesablayın. Siz 16-lıqda cəmləmə öyrənməmisiniz, həmçinin ikilikdə də öyrənməmisiniz. Ona görə nə edə bilərsiniz bu misalda? Onluğa Say gətirir. say Hər sistemi ilə. ikisini onluğa çevirib, cəmləyib sonra ikiliyə çevirmək. Çünki mən sizə şəxsən ikilik say sistemində cəmləməni ətraflı öyrətməmişəm. Belə maraq üçün demişəm ki, məsələ bəlkə də. Amma ətraflı öyrənməmişik, çünki proqramımızda yox idi. Ona görə də biz nə edirik? Bildiyimiz yerə, yəni onluq say sisteminə çeviririk. Onluq say sisteminə necə çevirirdik? Sağdan sola doğru rəqəmləri nömrələyirdik, sıfırdan başlayaraq. Uyğun olaraq hər rəqəmi vururduq əsasa və götürdüyümüz rəqəm sıra nömrəsi əsasın üstə qüvvət kimi gəlirdi. 1 vursun 16 üstə 1. Üzərinə gəlsin 5 vursun 16 üstə 0. Buradan da alınır nə? 21. Deməli, birinci ədədimiz nədir? 21. Keçək digər ədədimizi 16-nı çevirək. Yine sağdan sola doğru nömrələdim. 1 vurulsun 16 üstə 1, üzərinə gəlsin 6 vurulsun 16 üstə 0. Bu da eləyir 22. Bunları da cəmləyəndə alıram 43. Bu aldığım cavab onluqdadır. İndi ikiliyə çevirək. Necə çevirə bilərəm? Parçalaya bilərəm ya da bölə bilərəm. 2 üstü qüvvətlər şeklində. Ən yaxın 2-nin qüvvəti 32, yəni 2 üstü 5. Yerdə 11 qalır. 11-ə ən yaxın 2-nin qüvvəti 8, yəni 2 üstü üstü. Yerdə 3 qalır. Bu da 2 üstü 1. 2 üstü 1. 2 üstü 0-da 1. Ən böyük qüvvətdən sıfıra doğru nömrələmə aparıram. İştirak edən qüvvətlərə 1 yazırdıq, yadınızdadırsa. Etməyənlərdə 0. Əla. Və ədədimiz çıxırdı ortaya. Belə. Sonra bunu başa düşdünüz. Bəli, müəllimə. Lap yaxşı. Müəllimə, Bəli. 43-dən sonrakını bir də təzədən başa sala bilərsiniz. O Təbii 2 üstü Bax, biz olanları başa düşmədim. onluqdan, onluqdan ikiliyə keçəndə ədəd 2-nin qüvvətlərini cəmi şəklində göstərir. 43-ə yaxın 2-nin qüvvəti hansıdır? Yəni kiçik olan. 32-dir. Düzdür? Elə bil 43-ün 32-sini yazırsan. 43-ün 32-sini yazanda yerdə nə qədər qalır? 11, Ay sağ ol. 11-dən kiçik 11-ə yaxın 2-nin qüvvəti hansıdır? 8, Ay sağ ol. 11-in 8-ni yazanda yerdə nə qədər qalır? 2, 3, Qalır. 3-ü qalır. 11-dən 8-ni yazdın, yerdə 3-ü qalır. 3-ə yaxın 2-nin qüvvəti nədir? 2. 2-ni yazandan sonra yerdə nə qalır? 1. Və bu da nə deməkdir? 2 üstü 1, üstə gəlsin 2 üstü, üstə gəlsin 2 üstü 1, üstə gəlsin 2 üstü 0. Yəni oradan aldım. Sonra da bu ən misalları həmişə belə eləməliyik də. belə də yaza bilərsən, ya da qollu bölməklə də keçə bilərsən 2-yə bölmə qaydasından. Başa düşdüm. Mənim o biri su yadımda qalıb, ona görə belə qəribə gəldi bu. Tamam, bunu da yadında saxla, bu da lazımdır. Gəldik 48-ə. Deyək ki, C2, Y6 diapazonda neçə xana var?
Xana sayı necə tapılır? Öncə sətir sütun sayını tapır, sonra xana sayını tapıram. C-dən Y-yə, C, D, Y. Neçə dənə sütun var? 3 sütun. Düzdürmü? 2-dən 6-ya qədər neçə sətr var? 2, 6-dan 2 çıxıb üstünə 1 4, gəlir. 5, 6. Bəli, rahat tapma yolu 6 çıx 2 plus 1. Bura neçə eləyəcək? Deməli 5 dənə sətr. Xana sayda bunların hansilidir? Olacaq neçə? 15. Aydındır? Sonra Bəli. gəldik 49-a. Deyir ki, aşağıdakı mülahizələrdən hansı yanlışdır? Monitor daxil etmə qurğusudur. Bu düzdürmü? Xeyr müəllimə. Necə idi? Xaric etmədir. Xaric etmə Qrafik qursuydu. planşet, yəni digitalizer daxil etmə qurğusudur. Düzdür. Doğrudur. TV içində televiziya verilişlərinin monitorda əks etdirir. Bəli. Bu şeydir də crossnu dediyimiz televiziya siqnallarını ötürür monitora. Sonra CD-ROM xaric etmə qurğusudur. Xeyr. Yaddaşdır. Sonra gəldik. Klaviatura daxil etmə qurğusudur. Bu düzdür. Web kamera isə görüntünü daxil edir. Ona görə xaric etmə cavabı səhvdir. Gəldik 50-ci suala. Hansı ki topologiyalar və standartlarla bağlı suallar. Lokal şəbəkə standartlarından ARPANET. ARPANET standartı hansı topologiyadan istifadə edirdi? Fin. Yox, deyirdik ulduz adı ulduz topologiyasından istifadə edirdi. Ethernet nədən istifadə edirdi? Şindən. Halqaydı deyə şeniydi. FTDI də deyirdik D-dən yadda saxlayın ki, D bir-birinə daxil olan dairələrdən, yəni halqalardan ibarətdir. Yaxşı. Və beləliklə də bura bitdi. Burada işimiz. Hamınıza hər şey aydındır uşaqlar? Mən bu 1-2-3 nə idi? Bir dənə bunlar deyərdim. Hansı 1-2-3? Bunlar şəbəkə standartlarıdır. Yəni şəbəkə texnologiyalarıdır. Bu texnologiyalarda bir-birindən istifadə etdiyi kabelə, istifadə etdiyi topologiyaya, şəbəkə standartlarına görə fərqlənirlər. Elə bil, məsələn, sən çıxmısan, bir dənə lokal şəbəkə standartı yaratmısan, orada istifadə etmirsən, tutalım şin topologiyasından. Şin topologiyasını qurmaq üçün istifadə eləmirsən, nə bilim, koaksial kabeldən, nə bilim, fərqli qurğulardan, fərqli standart tətbiq eləmirsən. Bu sənin yaratdığın texnologiyadır. Mən çıxmışam, tutalım, yaratmışam FTDI texnologiyası. Mən özümdə istifadə etmişəm, məsələn, bir-birinə daxil olan halqalardan. Halqa topologiyasını. Yəni, bu şəkildə hərə çıxıb bir dənə fərqli şəbəkə topologiyası və orada fərqli texniki vasitələrdən istifadə edir. Və bunlar da ayrı-ayrılıqda texnologiyalardır. Bizim də üzərimizə düşən bu texnologiyaların bir-birindən fərqlənən topologiyalarını, orada istifadə edən kabelləri, standartları öyrənməkdir. Bunlar yəni sabitdir, dəyişmir. Yox, dəyişmir. Sonra, buradan da bu qədər. Buradan rekordu